Salam, xoş gördük hər birinizi. Bugün may ayının 3-ü 2026-cı il tarixində Logos Lab platformasında 24-cü müzakirəmizə başlayırıq. Müzakirə üçün aşağıdakı mövzunu seçmişik. Azərbaycanda fəlsəfənin problemləri nədir? Yəni, bu mövzu havadan yaranmışdır. Deməli, bugün olmasa da bu həftə ərzində maraqlı bir dərmi masa təşkil edilmişdir. Deməli, həmin dərmi masada müxtəlif mövzuları biz müzakirə etdik və bu mövzulardan biri də Azərbaycandakı fəlsəfənin problemləri ilə bağlı idi. Yəni, əsas məqsəd fəlsəfəni necə inkişaf etdirmək mümkündür? Biz necə eləyə bilərik ki, Azərbaycanda fəlsəfənin istər tədrisi, istər bu istiqamətdə aparılan tədqiqatların səviyyəsi qabaqcıl dünya universitetlərinin təhsil və tədris təcrübəsi ilə uyğunlaşsın. Və bu problemin həll edilməsi ilə bağlı, yəni məncə ilk növbədə diqqət yetirməli olduğumuz məqam, deməli bu problemlərin yalnız Azərbaycanda sırf fəlsəfə ilə bağlı olmamasıdır. Yəni, bütövlükdə sosial-humanitar elmlər sahəsində müxtəlif problemləri biz müşahidə edə bilirik. Yəni, oxşar problemləri biz müşahidə edə bilirik və bütövlükdə əgər sosial-humanitar elmlər müəyyən bir inkişaf səviyyəsinə çatmazsa, fəlsəfənin də onlardan fərqli olaraq sürətli inkişafına nail olmaq mümkün deyil. Yəni, bu aspektdən çıxış edəriksə, deməli, Azərbaycanda fəlsəfənin problemləri, yəni qismən həm də Azərbaycanda sosial-humanitar elmlərin problemləri müstəvisində analiz edilə bilər, qiymətləndirilə bilər. Və açıqcası, yəni, əgər biz fəlsəfəni diqqət mərkəzinə gətirməsək, bütövlükdə geniş bir aspektdən, yəni qeyd etdiyim sosial-humanitar elmlərin analizi ilə məşğul olsaq, burada da müəyyən arzu edilməz vəziyyətin olduğuna şahidlik edə bilərik. Təbii ki, inkişaf vardır. Məsələn, 20 illik bir inkişaf tarixinə nəzər salarıqsa, yəni son 20 ildə, yəni inkişafı görməmək mümkün deyil. Yəni bu istər tədris, istər müzakirə predmetlərinin dəyişdirilməsi, daha da dərinləşdirilməsi və qabaqcıl dünya universitetlərinin bu sahədəki təcrübəsi ilə uzlaşdırılması baxımından təbii ki, təqdirə layiqdir. Amma qeyd etdiyim kimi ciddi çatışmazlıqlar da mövcuddur. Məsələn, sadəcə bir psixologiyanın özünü götürmüş olarıqsa, məsələn, siz hətta Harvard Universitetində klinik psixologiya üzrə doktorantura təhsilini tamamlasanız belə, yəni sizə avtomatik olaraq klinik psixoloq kimi deməli, fəaliyyət göstərməyə imkan verməzlər. Yəni, belə bir icazə yoxdur. Yəni, baxmayaraq ki, siz Harvard Universitetini bitirmişsiniz, Harvard Universiteti təbii ki, bu istər bütövlükdə elm, istərsə də ayrıca psixologiya sahəsində ayrıca bir təhsil brendidir. Yəni, amma buna baxmayaraq necə ola bilər ki, mən Harvardı yekunlaşdırıram, yəni oradan doktorluq dərəcəsi alıram, PhD, amma mən klinik psixoloq kimi dərhal fəaliyyətə başlaya bilmirəm. Yəni, orada məsələn belə bir qanun vardır, yəni bildiyim qədərilə bir klinik psixoloq kimi fəaliyyət göstərmək üçün siz ilk öncə Amerika Psixoloqlar Assosiasiyasından müvafiq lisenziya almalısınız. Əgər lisenziya yoxdursa, yəni lisenziya almaq üçün tələbləri qarşılamamışsınızsa, yəni siz baxmayaraq ki, hətta Harvardı yekunlaşdırmışsınız, təhsilinizi Harvardda almışsınız, siz klinik psixoloq kimi fəaliyyət göstərə bilməzsiniz. Amma Azərbaycanda təbii ki, vəziyyət fərqlidir. Yəni, bir çox hallarda hətta klinik psixologiya sahəsi üzrə təhsil almayan, yəni ümumiyyətlə heç psixologiya təhsili olmayan insanlar da rahatlıqla klinik psixologiya sahəsində fəaliyyət göstərə bilirlər. Yəni, özlərini klinik psixoloq və yaxud, psixoterapevt kimi təqdim edə bilirlər.
Və bu deyək ki, psixologiyanın problemidir. Yəni bu kontekstə biz baxarıqsa, yəni ayrı-ayrılıqda, yəni sosial humanitar elmlər sahəsində biz müxtəlif arzu edilməz vəziyyətləri biz görə bilərik, buna şahidlik edə bilərik. Və bu kontekstdə deməli biz əsas diqqətimizi fəlsəfəyə yönəltməyə başlasaq, İlk öncə baxmalıyıq ki, Azərbaycanda fəlsəfənin inkişafına mane olan nədir? Yəni bu sualın cavablandırılması lazımdır. Çünki problem varsa, inkişafa mane olan problem varsa və bu maneə aradan qaldırılmazsa, təbii ki, bizim arzu etdiyimiz inkişaf səviyyəsinə nail olmağımız yəni mümkünsüzdür. Məncə burada biz əsas aşağıdakı 2 amili fərqləndirə bilərik. Yəni birinci, Azərbaycanda bu fəlsəfənin inkişafına mane olan birinci amil akademik fəlsəfə ilə fəlsəfi coaching sahəsinin eyniləşdirilməsidir. Yəni akademik fəlsəfə bu tam fərqli bir sahədir. Bu universitetlərdə tədris edilən, yəni tədris mərkəzlərində araşdırılan və müxtəlif elm sahələrinə, bu istər fundamental elm sahələridir, istər tətbiqi elm sahələridir. Yəni onlara tətbiq edilməsi mümkün olan bir sahədir. Məsələn, müasir dövrdə sürətlə inkişaf edən bu süni intellekt sahəsidir. Yəni həyatımızı süni intellektdən kənarda müşahidə etmək və yaxud hətta təsəvvür etmək belə mümkün deyildir. Və məntiqin və yaxud fəlsəfənin burada rolu nədir? Yəni biz süni intellektin əsasında dayanan məntiqi araşdıra bilərik. Yəni bu xüsusi bir akademik araşdırma sahəsidir. Və ya süni intellektin fəlsəfəsi bu günləri, yəni ümumiyyətlə fəlsəfə sahəsində sürətlə inkişaf edən, sürətlə araşdırılan, yəni diqqəti özünə cəlb edən bir sahədir. Amma bu istənilən halda akademik bir fəlsəfədir. Yəni bunun üçün siz universitetdə təhsil almalısınız və yaxud akademik səviyyədə, yəni süni intellekt ilə paralel, yəni fəlsəfənin müxtəlif sahələri, ola bilsin etika, epistemologiya, məntiq və digərləri ilə məşğul olmalısınız. Amma fəlsəfi coaching başqa bir şeydir. Yəni fəlsəfi coaching, yəni bu da faydalıdır. Yəni insanın gündəlik həyatında müxtəlif psixoloji diskomfortların, stres, narahatlıq, yəni bu qəbildən olan digər diskomfortların aradan qaldırılmasında faydalıdır. Və bütün dünya ölkələrində, yəni mən dünya ölkələri deyəndə deyək ki, hətta psixologiyanın inkişaf etmiş olduğu və fəlsəfənin də inkişaf etdiyi ölkələrdə, qərb ölkələrində fəlsəfi coachingin olmasını görə bilirik. Yəni bu müasir sivilizasiyanın ayrılmaz bir tərkib hissəsidir. Necə ki, yaşam coachları vardır, eyni zamanda fəlsəfi coachlar da vardır. Əsas bu hardan yaranır? Bunun qaynaqlanması nə ilə bağlıdır? Məsələn, 20-30 il bundan əvvəl çox güman ki, müxtəlif psixoloji diskomfortların fəlsəfi müstəvidə analiz edilməsi, onların aradan qaldırılması ilə bağlı biz hala rast gələ bilməzdik. Amma müasir dövrdə bu qeyd etdiyim kimi müasir yaşam tərzinin, müasir sivilizasiyanın inkişafının ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Yəni bu müasir dövrdə, yəni xüsusilə psixoloji xidmətlərin bahalaşdığı müasir dövrdə insanların psixoloqlara daha çox ödəniş edərək, yəni maliyyə sərf edərək problemləri həll etmək istəməməsi ilə bağlıdır. Yəni bu xüsusilə deyək ki, iqtisadi inkişaf dinamikası zəif olan sosial qruplarda, sosial siniflərdə müşahidə edilə bilər. Amma istənilən halda məsələ məncə aydındır. Yəni insan psixoloqa, yəni psixoloqun xidmətinə ödəniş edərək, çoxlu maliyyə vəsaiti sərf edərək öz psixoloji diskomfortunu aradan qaldırmaq istəmir. Yəni əvəzində bir fəlsəfi coaching sistemləri formalaşdırılır, yəni insanlar həmin mütəxəssislərə üz tuturlar. Yəni bu baxımdan fəlsəfi coaching ilə məşğul olanlar, yəni fəlsəfədən
qismən teologiyadan, qismən ədəbiyyatdan, yəni belə bir sinkretik, yəni qarışıq bir sistem formalaşdırırlar və əsas da məqsəd qeyd etdiyim kimi insanın stres, narahatlıq, həyatının mənasını tapması və bu qəbildən olan praktik məqsədlərə yönəlmiş bir yardım sistemidir. Amma problem harda yaranır? Problem akademik fəlsəfə ilə fəlsəfi coachingin eyniləşdirilməsində yaranır. Yəni Qərb ölkələrində bu problem deyildir. Çünki orada universitetlərdə fəlsəfənin inkişafı xeyli dərəcədə yüksəkdir. Yəni inkişaf sürəti deməli davam edir, yeni bir problemlər təyin olunur. Məsələn, süni intellekt əgər inkişaf edirsə, süni intellektin fəlsəfəsi üzərində düşünməyə başlayırlar. Əgər kvant fizikası bu müasir fizikanın son nailiyyətlərinin, yəni xeyli açıq suallarının araşdırılması, interpretasiyası ilə məşğuldursa, avtomatik artıq kvant fizikasının fəlsəfəsi ilə məşğul olmağa başlayırlar və s. və ilaxır. Və orada ona görə fəlsəfi coachingin inkişaf etməsi bu akademik fəlsəfənin inkişafına mane olmur. Və çox zamanda yəni biz filosof deyəndə, yəni bu akademik fəlsəfə sahəsində çalışan, tədqiqatlar aparan, tədris ilə məşğul olan insanları nəzərdə tutmuş oluruq. Yəni biz internetdə araşdırma aparsaq, məsələn Amerikan filosofları, Alman filosofları, yəni burada fəlsəfi coaching ilə məşğul olan insanlar internetdən bizə təqdim edilmir. Yəni məsələn biz bilirik David Chalmers kimdir? Bu Avstraliya mənşəli və Amerikada deməli fəlsəfənin tədrisi ilə məşğul olan, xüsusilə zehin fəlsəfəsində çalışan və tanınmış bir mütəxəssisdir. Yəni biz bilirik ki, bu adam filosofdur. Yəni bu fəlsəfi coaching ilə məşğul olmur. Və yaxud biz epistemologiya sahəsində müasir bir nəzəriyyə axtarırıqsa, məsələn, rast gələ bilərik Timothy Williamson, yəni Oxford Universitetinin professoru, yəni bu da coaching ilə məşğul olmur. Yəni akademik fəlsəfə ilə məşğuldur, xüsusilə bilik nəzəriyyəsi epistemologiyada bu günləri yaşayan və əsas avtoritet, nüfuz sahibi hesab edilən filosofdur. Amma Azərbaycanda yəni akademik fəlsəfənin inkişaf sürəti o qədər də diqqəti cəlb etmədiyinə görə, yəni sanki bir fəlsəfi coaching sistemi onu üstələmiş vəziyyətdədir. Və üstəlik də bunlar arasında heç bir fərq qoyulmadığına görə, yəni bizdə filosof deyəndə, yəni çox zaman sosial şəbəkələrdə olduqca populyarlıq qazanan, fəlsəfə adından çıxış edən həmin fəlsəfi coachlar diqqəti cəlb etməyə başlayır. Yəni istər fəlsəfə sahəsində təhsil alan tələbələr və yaxud fəlsəfəni öyrənən tələbələr, ola bilsin fəlsəfədə oxumurlar, amma bir seçmə fən olaraq fəlsəfə onlara tədris edilir. Əgər sosial şəbəkələrdə və yaxud internetdə Azərbaycan dilində olan segmentdə araşdırma aparan zaman həmin o fəlsəfi coachlar ilə rastlaşırlarsa, onların fikirlərini dinləyirlərsə, yanlış olaraq belə bir təsəvvür formalaşır ki, elə fəlsəfə bundan ibarətdir. Yəni çox zamanda burada dil baryeri olduğuna görə və yaxud əlavə bir araşdırma üçün maraqlar olmadığına görə çox az sayda gənclər, məsələn, bir ingilis dilində və yaxud digər Avropa dillərində qabaqcıl universitetlərdə, qərb universitetlərində fəlsəfənin tədrisi və müzakirə predmeti ilə tanış olurlar. Yəni bu nadir hallarda baş verir. Və buna görə də qeyd etdiyim kimi, son nəticə olaraq bizdə yanlış bir təsəvvür, yəni fəlsəfə haqqında yanlış bir təsəvvürün formalaşmasına gətirib çıxarır. Yəni bu ciddi bir problemdir. Yəni bunu aradan qaldırmadan, yəni Azərbaycanda fəlsəfənin, yəni arzu edilən inkişaf dinamikasına nail olmaq ehtimal ki mümkün deyil. Növbəti ciddi problem, yəni bizdə fəlsəfənin tədrisinin hələ də Sovet ənənəsindən tamamilə xilas ola bilməməsidir. Yəni bizim akademik universitetlərdə, tədris mərkəzlərində tələbələrə təqdim etdiyimiz fəlsəfə proqramları məzmun etibarilə xeyli dərəcədə keçmiş Sovet tədris proqramının məzmununu özündə ehtiva edir.
Yəni demirəm ki, heç bir yenilənmə yoxdur. Təbii ki, bu vardır, amma sadəcə arzu edilən deyək ki, həcmdə deyildir. Arzu edilən səviyyədə deyildir. Məsələn, bunu biz dəfələrlə qeyd etmişik. Yəni ilk öncə nə qeyd edirlər? Fəlsəfəyə verilən tərif, məsələn, fəlsəfənin əsas məsələsi, yəni onun bir deyək ki, maddi əsasdır, yoxsa mənəvi əsasdır. Yəni bir ontoloji tərəfi var, bir gnosioloji tərəfi var və yaxud fəlsəfənin ən ümumi inkişaf qanununa uyğunluqları, əksiklərin vəhdəti və mübarizəsi, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi, inkar qanunu, yəni bunlar bütövlükdə fəlsəfə ilə bağlı deyil. Yəni fəlsəfə adına bunları təqdim etmək düzgün deyildir. Yəni bu Marksizm fəlsəfəsinin təqdim etmiş olduğu bir fəlsəfi dünya görüş sistemidir. Yəni adı üzərində bu Marksizm fəlsəfəsidir. Yəni Marksizm fəlsəfəsini tədris edən zaman bunları qeyd etmək olar. Və yaxud tarixi kontekstdə bunu haradasa Alman fəlsəfə məktəbi ilə bağlamaq olar. Yəni Marksizmin formalaşmasının bir kökü, yəni bu Hegel fəlsəfəsidir. Yəni bunu Hegel fəlsəfəsini tədris edən zaman və yaxud bütövlükdə Alman fəlsəfəsini öyrədən zaman qeyd etmək mümkündür. Amma fəlsəfənin tədrisinə bu istiqamətdən giriş edərək, yəni bir dialektik materializmin Sovet dövründə təqdim etdiyi, fəlsəfə adına təqdim etdiyi bir anlayışlar, konseptlər, problemlərin qoyuluşu, yəni bunları bütövlükdə müasir dövrdə fəlsəfə adına təqdim etmək, yəni bu fəlsəfi dünya görüşün təhrif edilməsinə gətirib çıxarmış olur. Yəni bu problem də sadəcə Azərbaycan ilə bağlı deyil, yəni bu yaxın zamanlara qədər, yəni keçmiş Sovet ölkələrinin hamısında mövcud idi. Yəni müasir dövrdə xəbərdar deyiləm. Yəni mən məsələn 2019-cu ildə mən İtaliyada olanda orada İtalyan həmkarlarımız qeyd etdi. Yəni məndən daha öncə səhv etmirəmsə Qazaxıstandan deməli fəlsəfə müəllimləri İtaliyada Roma Sapiens Universitetinə gəlmişdilər akademik mübadilə çərçivəsində. Və orada İtalyan müəllimlər qeyd edirdi ki, onların bizə fəlsəfə adı altında təqdim etdikləri, yəni bir çox hallarda bizim üçün anlaşılmaz idi. Yəni biz məsələn analitik fəlsəfəni götürürüksə və analitik fəlsəfədə dialektik materializmin məzmununa uyğun olaraq fəlsəfənin ən ümumi inkişaf qanununa uyğunluqları, fəlsəfənin tərifi və s. Yəni bunları axtarmağa başlasaq, təbii ki, anlaşılmaz, çıxılmaz bir vəziyyətə gəlib çıxmış olacaq. Və yaxud müxtəlif deyək ki, ənənələr üzrə, məsələn, İslam fəlsəfəsi üçün bu yaddır, yəni bu yanaşma və yaxud biz Hind fəlsəfəsini öyrənmək istəyiriksə, yəni dialektik materializm ruhunda biz Hind fəlsəfəsinə yanaşmış olarıqsa, yəni Hind fəlsəfəsinin dərinliklərinə enmək mümkün deyil və s. Yəni bu istiqamətdə biz müxtəlif çətinliklərlə qarşılaşmış olarıq. Və burada da əsas problem, yəni hətta müasir dövrdə akademik universitetlərdə tədris edilmək üçün yazılan dərsliklərdə, yəni fəlsəfə dərsliklərində həmin problem aradan qaldırılmır. Yəni sanki həmin dialektik materializmin ruhu, yəni Sovet tədris sisteminin təsir effekti hələ də bilərəkdən və yaxud bilməyərəkdən davam etdirilir. Təbii ki, mən inanmıram ki, bu da məqsədlidir, amma sadəcə bir yeni yanaşma lazımdır. Yəni sistemi yeniləmək üçün yeni bir fəlsəfi tədris proqramının yazılması, dərsliklərinin yazılması, yəni qabaqcıl qərb universitetlərinin təcrübəsinin bölüşdürülməsi, yəni bunun üçün xeyli dərəcədə əziyyət çəkmək lazımdır, yəni xeyli dərəcədə zəhmət çəkmək lazımdır. Yəni məncə əsas problem həmin bu zəhmət çəkmək üçün bir qədər tənbəlliyimizin olması ilə bağlı ola bilər və yaxud yeniləmək üçün lazımi istəyimizin olmaması ilə bağlı ola bilər. Amma istənilən halda, yəni bu Azərbaycanda fəlsəfənin tədrisi ilə bağlı hələ də davam edən əsas problemlərdən biridir. Məsələn, bizdə hələ də, yəni məsələn qabaqcıl qərb universitetlərinin tədris belə deyək
proqramı və dərslikləri məzmununda məsələn siyasət fəlsəfəsi ilə bağlı məncə kitab yoxdur. Yəni mən rast gəlməmişəm. Epistemologiya ilə bağlı kitab yoxdur. Yalnız müasir kontenti özündə ehtiva edən, səhv etmirəmsə, bir kitab tərcümə edilmişdir. Yəni ingilis dilindən Azərbaycan dilinə, yəni maraqlı bir kitabdır, amma bizim özümüzün yazdığımız bir kitab deyil. Yəni dərslik deyildir. Bu sadəcə tərcümədir. Lazımlıdır, amma bu hələ ki akademik səviyyədə, universitetlərdə məsələn epistemologiyanın tədrisində əsas dərslik vasitəsi kimi istifadə edilmir. Və yaxud məntiq ilə bağlı, yəni məntiqin əgər biz fəlsəfədən danışırıqsa, bunun ayrılmaz tərkib hissəsi təbii ki məntiqdir. Yəni burada propozisional məntiqdir, predikatlar məntiqidir və yaxud çox qiymətli məntiq, fazi məntiqdir və yaxud adını çəkmədiyimiz onlarla istiqamətdə yeni bir fəlsəfi və yaxud riyazi istiqamətlərdə yeni bir məntiq sistemləri yaradılmışdır. Amma biz bunların tədris zamanı bunlardan demək olar ki, istifadə etmirik. Yəni bizdə hələ də istifadə etdiyimiz əsas deyək ki, proqram və dərslik məzmunu bu klassik Aristotel məntiqidir və klassik Aristotel məntiqini də biz qərb universitetlərində tədris edilən məzmun üzrə keçmirik. Yəni Sovet dövründə, yəni Sovet tədris sistemində hansı proqram və məzmundan istifadə etmişiksə, demək olar ki, dəyişilməz şəkildə həmin şeyi tətbiq etməkdə davam edirik. Amma təbii ki, bu arzu edilməz bir vəziyyətdir. Məsələn, bir neçə dəfə də qeyd etmişəm. Məsələn, qərb universitetlərində fəlsəfə üzrə diplom almaq üçün, yəni fəlsəfə mütəxəssisi olmaq üçün siz mütləq propozisional və predikatlar məntiqini bilməlisiniz. Əgər bu iki məntiqi bilməsəniz, siz heç bir zaman, hətta bakalavr səviyyəsində belə fəlsəfə diplomu ala bilməzsiniz. Amma bizdə halbuki, yəni propozisional məntiq, yəni demək olar ki, keçirilmir. Yəni klassik Aristotel məntiqi daha çox, yəni bu belə demək mümkündürsə, məsələn, qiymətləndirmə cədvəlləri tədrisdə çox diqqət mərkəzində deyildir. Halbuki burada 2 qiymətli məntiq, 3 qiymətli məntiq, yəni bunlar xüsusi olaraq diqqət mərkəzinə gətirilməlidir. Yəni fəlsəfi paradoksların haradan qaynaqlanması diqqət mərkəzinə gətirilməlidir. Çünki bir çox hallarda bu fəlsəfi paradokslar məhz 2 qiymətli məntiqin fəlsəfi problematikaya tətbiqi nəticəsində meydana çıxır. Məsələn, ən məşhuru Sovet paradoksu, məsələn, bu nəyi ifadə edir? Bu 2 qiymətli məntiq əsasında demək, mövcud vəziyyətin, yəni mürəkkəb sistemin qiymətləndirməsi cəhdindən qaynaqlanır və bu bizi bir paradoksal vəziyyətə gətirib çıxarır. Və yaxud 3 qiymətli məntiqin, ona görə də biz 2 qiymətli məntiqdən 3 qiymətli məntiqə keçid alırıq, yəni onun xüsusi bir cədvəl sistemini biz işləyib hazırlamış oluruq və yaxud predikatlar məntiqi ümumiyyətlə diqqət mərkəzində deyil, yəni o haqda biz çox da dərin bir demək, məsələn, dərslik yoxdur predikatlar məntiqi ilə bağlı. Yəni xüsusi olaraq onun müzakirə predmeti ilə bağlı dərs saatları o qədər çox deyildir. Yəni bununla deməli bu aspektdən bir çıxış edəriksə, sadəcə bir məntiq sahəsində, yəni bizim etməli olduğumuz, yəni etməliyik deyə biləcəyimiz nə qədər çoxlu qarşıda vəzifələrin, məqsədlərin olmasını göstərir. Və praktik cəhətdən biz bunu fəlsəfənin bütün sahələrinə aid edə bilərik. Məsələn, ontologiya ilə bağlı yeni bir dərsliyin və yaxud proqramın yazılması, etika sahəsində yeni bir yanaşma olmalıdır. Yəni etika sadəcə olaraq, yəni kimlərinsə, məsələn, Kantın etikasının və yaxud X adlı bir filosofun etikasının deyilməsi ilə, yəni bir tarixi müstəvidə onların sözlərinin təkrarlanması ilə bağlı ola bilməz. Yəni burada xüsusi bir konseptual bir sistem olmalıdır. Məsələn, əxlaqi məsuliyyət ideyası olmalıdır, yəni məsuliyyətin bölüşdürülməsi. Məsələn, biz bunu süni intellekt ilə bağlaya bilərik. Məsələn, süni intellektin tətbiq dinamikasından çıxış edəriksə, məsələn, biz süni intellekti tətbiq edirik. Bu istər tibb sahəsinə, istər avtomatik özünü idarə edən avtomobillərin istehsal olunmasına. Əgər burada bir qəza yaranarsa, deməli, əxlaqi məsuliyyəti kim daşıyacaq? Və yaxud
cinayət məsuliyyətinə kim cəlb edilməlidir? Yəni, süni intellektin proqramını yazan, onu testdən keçirən, onun tətbiqinə icazə verən dövlət məmuru, yoxsa onun tətbiqini həyata keçirən müəssisənin direktoru və yaxud bilavasitə olaraq süni intellekt proqramı ilə çalışan avtomatik sistemlərin, robotik sistemlərin gündəlik müşahidəsini həyata keçirən bir insan, yəni ekspert, yəni kim daşımalıdır bu əxlaqi məsuliyyəti və yaxud cinayət məsuliyyətini? Yəni bu süni intellekt etikasında məsələn məsuliyyətin paylaşılması, bölüşdürülməsi ilə bağlı çox maraqlı, çox ciddi bir tədqiqatların aparılması ilə nəticələnir. Məsələn, Qərb universitetlərində bu istiqamətdə maraqlı bir fikirlər vardır. Amma bizdə etika, yəni fəndə tədris edilən zaman, yəni çox güman ki, yəni bu kimi məsələlərin dərinliklərinə enilmir. Halbuki müasir dövrdə əgər biz fəlsəfənin problemlərindən danışırıqsa, diqqət mərkəzinə məhz bu kimi məsələlər gəlməlidir. Yəni konseptual yanaşma, konseptlərin izah edilməsi və s. Beləliklə, məncə biz burada fəlsəfənin inkişafına, Azərbaycanda fəlsəfənin inkişafına mane olan məsələlər haqqında danışdıq və müzakirədə diqqət mərkəzinə gələn məsələ, yəni filosof kimdir? Yəni biz kimə filosof deyə bilərik? Yəni biz hələ də bu sual ilə maraqlanırıq. Yəni biz klassik anlamda kiməsə filosof deyirik, bəziləri deyir yox, yəni biz hamıya filosof deyə bilmərik. Yəni biz sadəcə fəlsəfə müəllimi, fəlsəfəçi deməliyik. Yəni sanki iki kateqoriya insanları biz fərqləndiririk. Yəni filosoflar bir kateqoriya, fəlsəfəçilər ikinci kateqoriya. Yəni əsas arqument da bundan ibarətdir ki, filosof, yəni bu bütün elmlərdən xəbərdar olmalıdır, bütün problemlərin hamısını bilməlidir. Çünki tarixi baxımdan biz yanaşarıqsa, yəni fəlsəfə əvvəllər bütün müzakirə predmetlərini özündə etibar etmişdir. Yəni bugünkü elmin məşğul olduğu, elmlərin məşğul olduğu bütün problemləri özündə etibar etmişdir. Və buna görə də müasir dövrdə, yəni bütün bu elmlərin məşğul olduğu problemləri dərindən bilən, onları ümumiləşdirə bilən, yəni bir klassik anlamda bir Aristotel, bir Kant, yəni bu səviyyədə bir filosof olmaq mümkün deyildir. Ona görə də biz Azərbaycanda demək olar ki, hamıya fəlsəfəçi deməliyik, yəni filosof adlandırmalı deyilik. Ancaq məncə düzgün yanaşma deyildir. Yəni müasir dövrdə, yəni biz hətta elmlərin özünü götürmüş olarıqsa belə, yəni əslində fizikanın bütün sahələrini dərindən bilən fizik yoxdur. Yəni fizika, yəni müasir ümumiyyətlə elm o qədər diferensiallaşıb ki, yəni tərkib hissələrinə parçalanıb ki, yəni insanlar sadəcə yəni bütövlükdə fizikanın hər hansı bir istiqaməti, məsələn kvant fizikasında hər hansı bir problemin bir aspekti ilə məşğul olur. Yəni insan, yəni tədqiqatçı, alim həmin sahəni araşdıraraq bir diplom alır, bir alimlik dərəcəsi əldə edir. Amma bu demək deyildir ki, həmin insan yəni bütövlükdə fizikanın bütün sahələrinin hamısını bilir. Yəni mümkün deyil. Yəni qeyd etdiyim kimi, insan yalnız bir sahədə ekspert ola bilər. Yəni bu fəlsəfəyə aid deyil. Yalnız yəni bu fizika, kimya, riyaziyyat, biologiya istənilən bir elm sahəsinə aiddir. Sadəcə bütövlükdə mənsub olduğu elm istiqamətində bir background-a malik ola bilər, bir əsaslı biliklərə malik ola bilər. Amma ekspert insan yalnız dar bir çevrədə ola bilər. Və bu baxımdan biz çıxış etsək, yəni eyni məntiqlə çıxış etsək, onda gərək heç kim fizik olmasın, heç kim kimyaçı olmasın, biz heç kimə riyaziyyatçı deməyək. Amma halbuki həmin sahənin mütəxəssisləri, yəni haqlı olaraq özlərini fizik, kimyaçı, riyaziyyatçı kimi təqdim edirlər. Eyni şey fəlsəfə ilə də bağlıdır. Yəni bir fəlsəfə mütəxəssisi, bir fəlsəfə müəllimi müasir dövrdə fəlsəfənin yalnız bir sahəsində ekspert ola bilər. Məsələn, fərz edək ki, epistemologiya ilə məşğuldur, epistemologiyada fərz edək ki,
müxtəlif sahələr vardır. İnsan sadəcə olaraq sosial epistemologiya üzrə mütəxəssisdir. Yəni Azərbaycanda kimin sosial epistemologiya ilə bağlı müzakirəyə ehtiyacı varsa, bir ekspertə ehtiyacı varsa, həmin insana müraciət edə bilər. Amma halbuki sosial epistemologiya, yəni bu epistemologiyanın yalnız bir istiqamətidir. Yəni biliyin formalaşmasına böyük sosial qrupların, bütövlükdə cəmiyyətin təsir dinamikası necədir? Yəni burada formalaşmış olan ictimai şuurun səviyyəsi, biliyin əldə edilməsi, paylaşılmasına necə təsir göstərir? İstər pozitiv, istər neqativ təsirlərin araşdırılması. Yəni bu bütövlükdə sosial epistemologiyanın ümumi mənzərəsidir. Amma epistemologiya sadəcə bundan ibarət deyil ki, yəni bir formal epistemologiya var. Yəni biz riyazi metodları, məntiqi epistemologiya necə tətbiq edə bilərik, yəni biliyin əldə edilməsinə necə tətbiq edə bilərik və biz bunu necə simvollaşdıra bilərik, yəni bir simvolik sistem yarada bilərik. Yəni burada epistemologiya bir növ bir riyazi məzmun kəsb etmiş olur. Yəni riyaziyyatdan, məntiqdən bizə məlum olan simvollar, müxtəlif deyək ki, simvolik əməliyyatlar sistemi, operatorların tətbiq edilməsi, yəni bununla bağlı ayrıca bir formal epistemologiya formalaşmış olur. Yəni bu da vacibdir. Yəni sosial epistemologiyanın dərinliklərinə enən ehtimal ki, bu formal epistemologiya üzrə eyni dərəcədə mütəxəssis ola bilməz. Yəni kimsə formal epistemologiya üzrə mütəxəssisdirsə, yəni təbii ki, biz ondan sosial epistemologiya xas olan dərinlikləri tələb edə bilmərik. Yəni bütövlükdə bu təsəvvür edin ki, bütövlükdə fəlsəfə var. Fəlsəfənin bir sahəsi bu bilik nəzəriyyəsi, epistemologiya var. Epistemologiyanın da alt səviyyədən bölgüsündə bir sosial epistemologiya və ya formal epistemologiya var. Dərinə getsək, onun da alt qatında hər hansı bir problematika var və insan məhz həmin problematika üzrə mütəxəssis ola bilir. Amma bütövlükdə həmin insan filosofdur. Yəni qərb universitetlərində, yəni qərbdə bizim filosof adlandırdığımız insanlar, yəni bunlar o demək deyil ki, fəlsəfənin bütün problematikasının hamısını bilirlər. İstər ontologiya, istər etika, istər məntiq, istər epistemologiya, yəni o demək deyildir ki, onlar hamısını bilirlər. Yəni bunu bilmək ümumiyyətlə mümkün deyildir. Yəni bizdəki kimi, yəni bizim arzu etdiyimiz kimi hər hansı bir dar çevrədə, yəni mütəxəssisdirlər, yəni predmetə çox dərindən bələddir və onlar ilə də qarşılaşan zaman, yəni insanlar bilir ki, konkret olaraq hansı sahə üzrə danışa bilərlər. Yəni filosof olmaq bu hər şey şünas olmaq deyildir, demək deyildir. Məsələn, mənim xatirimə gəlir, bir neçə il bundan qabaq Çindən Azərbaycana filosoflar gəlmişdir. Yəni orada aparıcı fəlsəfə institutunun mütəxəssisləri idi. Onlar hətta danışan zaman hər hansı bir sual verəndə bəzi sualları, məsələn, bir filosof cavablandırırdı, amma digər suala cavab verməmişdən qabaq, yəni deyirdi, bu mənim tədqiqat sahəm deyil. Yəni mən bu sahə üzrə ekspert deyiləm. Yəni bu sualın cavabını məsələn yanındakı həmkarına müraciət edirdi, deyirdi ki, həmin filosof daha dərindən cavab verə bilər. O da müəyyən bir sualları cavablandırırdı. Əgər verilən sual onun birbaşa tədqiqat sahəsinə aid deyildisə, o da həmin sualı öz digər həmkarına istiqamətləndirirdi. Yəni müasir fəlsəfənin, yəni digər elmlərdə də ehtimal ki, vəziyyət belədir. Yəni dünyada vəziyyət belədir. Yəni ona görə biz kiməsə filosof deyəndə o demək deyildir ki, bu hər şey şünas bir insandır. Yəni bu sadəcə fəlsəfənin, tədqiqat sahəsinin hər hansı bir dar çərçivəsində ekspertdir, amma təbii ki, bütövlükdə fəlsəfə ilə bağlı əsaslı bir background-da, yəni biliklərə malikdir. Həm də burada nəzərə almaq lazımdır ki, yəni bu anlayışların, tutam ki, biz dedik kiməsə filosof, kiməsə fəlsəfəçi. Amma bunu biz tərcümə etmək istəsək, yəni bir ingilis dilinə, yəni nə edəcəyik? Yəni filosof, yəni bu filosofer və fəlsəfəçiyə nə deyəcəyik? Yəni bu sanki bir anlaşılmaz bir vəziyyət yaratmış olur. Və bu kontekstdə bizim diqqət mərkəzinə gətirə biləcəyimiz maraqlı bir sahə, ümumiyyətlə fəlsəfə adına nə danışırıqsa, hansı fikirləri sürürüksə, yəni bunun haradasa bir tərcüməsini də
diqqət etdirmək lazımdır. Yəni mənim qeyd etdiklərimi bir ingilis dilinə, bir alman dilinə tərcümə edəriksə, yəni bu zaman məzmun itər yoxsa itməz. Əgər məzmun itərsə, mənim dediklərim, yəni tərcümə prosesində məzmunsuz, absurd bir şeyə çevrilərsə, deməli əslində mənim danışdığımın da dərin bir mənası yoxdur. Yəni bu istər məncə bütün elmlər üçün keçərlidir, yəni fəlsəfə üçün məsələn keçərlidir. Əgər hər hansı bir fəlsəfi sistem yaradılırsa, yəni bunun bir epistemologiyası, ontologiyası, məntiqi fərqi yoxdur. Hər hansı bir sahədə fikirlər irəli sürülürsə, əgər tərcümə prosesində bu heç bir məzmun kəsb etmirsə və yaxud məzmun zəifləyirsə, anlamsız bir şeyə çevrilirsə, deməli bu sadəcə olaraq bizim təbii dildə, yəni konkret bu vəziyyətdə Azərbaycan dilində aparmış olduğumuz söz oyunundan başqa bir şey deyil. Yəni game oyunundan başqa bir şey deyildir. Yəni bunu da xüsusilə diqqət mərkəzinə gətirmək lazımdır. Və burada filosof ilə bağlı maraqlı bir məsələ, ümumiyyətlə müasir dövrdə fəlsəfə həqiqəti axtaran insan deyildir. Yəni bir çox fəlsəfi interpretasiyalar, yəni fəlsəfə ilə bağlı interpretasiyalar artıq fəlsəfəni həqiqəti axtaran bir sahə, bir disiplin olaraq təyin etmir. Məsələn, analitik fəlsəfədə demək olar ki, bu yanaşma mövcud deyildir. Analitik fəlsəfə necə hesab edir? Əgər həqiqətə nail olmaq istəyirsinizsə, yəni nəyin doğru, nəyin yanlış olduğunu bilmək istəyirsinizsə, yəni burada daha etibarlı bir vasitə bu elm sahəsidir. Yəni elmlə məşğul olmaq lazımdır. Əgər elmlə məşğul olmasanız, sadəcə bir fəlsəfə vasitəsilə həqiqətə yaxınlaşmaq mümkün deyil. Yəni müasir dövrdə, müasir anlamda bu artıq mümkün deyildir. Yəni təsəvvür edin ki, siz şuuru araşdırmaq istəyirsiniz. Yəni şuur nədir? Bu suala cavab tapmaq istəyirsiniz. Və bunun üçün siz neuroelmdən xəbərdar deyilsiniz. Yəni müasir psixologiyanın tədqiqatlarından xəbərdar deyilsiniz. Ümumiyyətlə beyin və psixika nədir? Yəni elm bu kontekstdə hansı nəticələrə gəlib çıxmışdır? Bununla bağlı heç bir məlumatınız yoxdur. Amma sadəcə siz fəlsəfi cəhətdən şuuru izah etməyə çalışırsınız. Yəni bu ümumiyyətlə absurd bir yanaşmadan başqa bir şey olmayacaq. Və yaxud fərz edək ki, siz məntiq ilə məşğul olmaq istəyirsiniz müasir anlamda, elə deyilmi? Müasir məntiqlə. Amma riyaziyyatdan xəbərdar deyilsiniz. Yəni riyaziyyatın elementar və yaxud elementar demək də düzgün deyildir. Yəni əsaslı, heç olmazsa kollec səviyyəsində, yəni orta məktəb kollec səviyyəsində əsaslı riyazi biliklərə malik olmaq lazımdır. Hətta daha dərinə getmək lazımdır riyazi biliklərdə. Yalnız bundan sonra biz deyə bilərik ki, biz müasir məntiq ilə məşğul oluruq. Çünki müasir məntiq, yəni onunla məşğul olan insanlar ya riyaziyyatçılardır, yəni baza təhsili etibarilə, ya da əsaslı surətdə riyaziyyat ilə dərindən maraqlanan insanlardır. Məsələn, adi bir misal götürək, məsələn, hamımıza çox tez-tez müasir məntiqçi kimi təqdim edilən Lütfüzadə. Həqiqətən qeyri-klassik məntiq, fazi məntiq, yəni möhtəşəm bir sistemdir, dərin bir sistemdir və təyin edilməz mürəkkəb sistemlərin araşdırılması üçün tətbiq edilən yeganə bir vasitə ola bilər. Amma bu təbii ki, indi bir riyazi müstəvidə mən qeyd edirəm, amma lingvistik baxımından, məsələn, mətnlərin araşdırılması, yəni qeyri-aydın, fazi məzmuna malik olan mətnlərin araşdırılmasında, məsələn, fazi məntiqin tətbiq imkanları o qədər geniş deyildir. Məsələn, müasir dil fəlsəfəsində Geoffrey King var. Yəni onun bir yanaşması var, Felicitas on the Specification. Yəni belə bir konsept yaratmışdır. Məsələn, o konsept fazi məntiqə nisbətən daha məqbuldur. Yəni lingvistik sistemlərə, mətnlərə, dinin özünə tətbiq baxımından, yəni fazi məntiqə nisbətən daha məqbul bir variantdır. Amma istənilən halda, yəni fazi məntiq xüsusilə riyazi məzmunlu sistemlərin araşdırılmasında olduqca effektivdir, olduqca məqbul bir sistemdir. Amma fazi məntiqin özünün yaradıcısı, yəni bu Lütfüzadə, yəni bu klassik anlamda filosof deyil. Yəni bu riyaziyyat istiqamətində təhsil almış insandır və
səhv etmirəmsə mühəndislik, engineering, yəni bu sahədə mexanika, engineering, yəni bu sahə üzrə ixtisaslaşmış bir mütəxəssisdir, amma yaratmış olduğu sistem məntiqdir və bunun fəlsəfə çərçivəsində istifadə edilməsi, tətbiq edilməsi lazımdır. Amma qeyd etdiyim kimi, əgər riyaziyyatı bilməsəniz, əsaslı bir riyazi biliklərə malik olmasaydınız, yəni ehtimal ki, fazi bir məntiqin də yaradılması mümkün olmazdı. Və buna görə də istənilən halda müasir dövrdə əgər nəyin doğru, nəyin yanlış olduğunu təyin etmək istəyiriksə, yəni həqiqətə çatmaq istəyiriksə, yəni elmlə məşğul olmaq mütləqdir. Amma mən demirəm ki, elm hər şeyə nail olur, yəni onun da ifrat hala çatdırılması, mütləqləşdirilməsi düzgün deyildir. Scientism, yəni bu elm vasitəsilə hər bir şeyin öyrənilməsi mümkündür. Əgər nəyisə elm vasitəsilə öyrənmək mümkün deyilsə, onda həmin şeyi ümumiyyətlə öyrənmək lazım deyildir. Yəni belə bir yanaşma yanlışdır. Yəni bu elmin mütləqləşdirilməsi demək deyil. Amma istənilən halda, əgər fəlsəfə ilə məşğul oluruqsa, bir paralel bunun elm istiqaməti də olmalıdır. Yalnız paralel, məsələn, dünya təcrübəsinə baxsaq, qabaqcıl qərb universitetlərinin təcrübəsinə, məsələn, siz əgər Harvard Universitetində fəlsəfə üzrə PhD, yəni doktorluq proqramı üzrə təhsil alırsınızsa, sizin mütləq şəkildə tədqiqat sahəniz ilə bağlı olan hər hansı bir elm sahəsi üzrə də dərslər götürməyiniz vacibdir. Məsələn, bir məntiq üzrə əgər doktorluq dissertasiyası yazırsınızsa, sizin mütləq riyaziyyat departamentindən dərslər götürməyiniz lazımdır, onun imtahanlarını verməyiniz lazımdır. Sanki bir məntiq ilə riyaziyyat arasında körpü yaratmanız lazımdır. Əgər, məsələn, azad iradə, şuur, ümumiyyətlə zehin fəlsəfəsi ilə məşğul olursunuzsa, neuroelm və biologiya ilə bağlı dərslərinizin olması, yəni backgroundun formalaşması mütləq vacibdir. Yəni, müasir dövrdə əgər biz qərb universitetlərində, məsələn, Harvard, Stanford, Princeton, bu universitetləri əgər fəlsəfənin inkişafında qabaqcıl universitetlər kimi qiymətləndiririksə, yəni onlar fəlsəfəni elm ilə paralel şəkildə inkişaf etdirdiklərinə görə, yəni elm ilə fəlsəfə arasında bir bağlantı qurduqlarına görə, yəni həmin inkişaf səviyyəsinə çatmışlar deyə bilərik. Yəni ehtimal ki, onların uğurlarının əsas səbəblərindən biri məhz müasir elm ilə müasir fəlsəfə arasında bir körpünü yarada bilməsi ilə bağlıdır. Və burada üçüncü bir ciddi problem bizdə məntiq adətən diqqət mərkəzinə gətirilmir. Yəni xüsusilə qeyd etdiyim kimi əvvəldə, məsələn, fəlsəfi coaching ilə məşğul olanlar bəzən açıq surətdə məntiqə qarşı hücumlar həyata keçirirlər. Sanki bir məntiq olmadan bir fəlsəfəni inkişaf etdirmək mümkündür. Yəni belə bir fikirlər irəli sürmüş olurlar. Və açığı müzakirə vaxtı da, yəni bəzən məntiq çərçivəsindən kənarda, yəni o dərin masadakı müzakirə zamanı deməli, məntiqdən kənarda bir fəlsəfənin qurula bilməsi imkanları haqqında da danışıldı. Ancaq məncə burada biz fəlsəfəni fərqləndirməliyik əsas istiqamət olaraq. Yəni biz Azərbaycanda fəlsəfənin hansı istiqamətini inkişaf etdirmək istəyirik? Yəni diqqət mərkəzinə gətirmək istəyirik. Yəni bu analitik fəlsəfədir, yoxsa kontinental fəlsəfədir? Yəni ola bilsin ki, kontinental fəlsəfəni inkişaf etdirmək üçün məntiq arxa fonda ola bilər. Məsələn, bir Alman fəlsəfəsi, bir Fransız fəlsəfəsi ruhunda bir fəlsəfi məktəb formalaşdırmaq istəyiriksə, məntiq diqqət mərkəzində olmaya bilər. Bu özü də mübahisəli fikirdir. Açığı, məsələn, mən Hegel fəlsəfəsini oxuyan zaman orada idealizmdən daha çox müasir anlamda elm fəlsəfəsinin problematikasını görə bilirəm. Yəni olduqca konkret şəkildə ifadə edilmiş bir formada. Yəni bu da mübahisəli bir fikirdir. Amma hardasa analitik fəlsəfə ilə müqayisə edəndə ola bilsin ki, kontinental fəlsəfədə məntiqi biz arxa fona keçirə bilərik. Amma analitik fəlsəfə, əgər məntiq yoxdursa, deməli analitik fəlsəfə yoxdur.
Yəni bu əslində bir riyazi məntiqi metodlar üzərində qurulmuş olan bir fəlsəfi sistemdir. Yəni bunun da bir alt sistemi olaraq elm fəlsəfəsi onun üzərində qurulur. Yəni zehin fəlsəfəsi onun üzərində qurulur. Metafizika, ontologiya onun üzərində qurulur. Hətta siyasət fəlsəfəsi belə məntiq və riyaziyyat üzərində qurulmuş bir sistem olaraq ortaya çıxır. Yəni siz müasir fəlsəfə kitablarına baxsanız dərsliklərinə, yəni məsələn Qərbdə tədris vəsaiti olaraq istifadə edilən kitablara baxsanız, orada bunun asanlıqla şahidi ola bilərsiniz. Yəni arqumentlərdən çox tez istifadə edilir. Məsələn, premis 1, premis 2, premis 3, yəni bu premislərdən çıxan nəticə və daha sonra baxırlar bu arqument özü etibarlıdır, yoxsa etibarlı deyildir. Yəni struktur analizi həyata keçirilir. Daha sonra onun kifayət edici olub olmamasına baxırlar. Yəni sound arqument deyirlər. Amma birinci struktur baxımdan bu valid arqumentdir. Sound arqument, yəni ola bilsin struktur baxımdan düzgündür, amma məzmun baxımından yanlışdır. Yəni premislərdən, müqəddimələrdən hər hansı biri yanlışdır və daha sonra yenə də arqumentlərin davamlı şəkildə analizi həyata keçirilir. Yəni bunlar hamısı məntiqdir. Yəni məntiq olmasa, yəni bütövlükdə bunu həyata keçirmək mümkün deyil. Amma halbuki bizdə, yəni biz hətta əvvəldə də məntiq haqqında xeyli danışdım. Yəni biz məntiqə keçəndə sadəcə arqumentdən danışırıq, amma demirik də bu arqument valid arqumentdir, yəni ingilis dilində qeyd etsək, bu etibarlı arqumentdir, yoxsa qane edicidir, yəni sound arqumentdir, yoxsa potensial cəhətdən inandırıcı arqumentdir. Yəni bunların biz heç birinə diqqət yetirmirik. Və bunların da heç birinə bir diqqət yetirmədən, yəni sanki biz məntiq dərsləri təklif etmiş oluruq, sanki biz məntiqi öyrənmiş oluruq. Amma halbuki müasir fəlsəfə, müasir məntiqin, yəni bu elementar tərkib hissələridir. Yəni olduqca vacib olan ayrılmaz tərkib hissələridir. Yəni bura gətirib çıxarsaq, yəni şəxsən mənim fikrimcə, əgər biz məntiqi fəlsəfənin tərkibindən çıxarsaq, yəni fəlsəfə ya çevrilib olacaq ideologiya, yəni keçmiş Sovet sistemində, yəni fəlsəfə daha çox ideologiya idi. Yəni Marksizm ideologiyası. Hətta Marksizm də yox, Marksizm-Leninizm ideologiyası. Yəni dialektik materializmin, yəni fəlsəfə adına təqdim edilən dialektik materializmin, yəni əsas məqsədi, son məqsədi bu bir siyasi məqsəd daşıyırdı. Yəni bir kommunizm adlandırdıqları ictimai-iqtisadi formasiyanın qurulmasına xidmət edən, onun əsaslandırılmasını həyata keçirən bir sistemin qurulması. Yəni bu ideologiyadır, nəinki fəlsəfədir. Ya olacaq teologiya, əgər məntiqi fəlsəfədən çıxarsaq, bu teologiyadır. Yəni dinşünaslıqdan başqa bir şey deyil. Yəni teologiya da vacibdir, teologiya da maraqlıdır, amma fəlsəfə deyil. Yəni teologiya bu inama əsaslanır. Yəni biz müqəddəs tekstləri mütləq həqiqət kimi qəbul edirik, bir dogmatik sistemdir. Amma fəlsəfədə diqqət mərkəzində ağıldır. Yəni ağıl, mühakimə, məntiq, yəni onun teologiyadan fərqləndirən məhz həmin adını qeyd etdiyim həmin komponentlərdir. Ya da əgər məntiqi fəlsəfənin içərisindən çıxarsaq, fəlsəfə çevrilib olacaq ədəbiyyat. Yəni bizdə ən çox da həm də fəlsəfə haqqında danışanlar ədəbiyyatçılardır, ədəbiyyatşünaslardır. Yəni şairlər danışır fəlsəfədən, yəni yazıçılar danışır və s. Yəni təbii ki, yazıcı da filosof ola bilər, yəni şair də filosof ola bilər, amma bizim bu günləri şairlərin, yazıçıların, ədəbiyyatşünasların danışdığı səpkidə deyil. Yəni bu, məsələn, biz Füzulini götürə bilərik, şair və filosof, araşdıra bilərik. Çünki fəlsəfə ilə bağlı ayrıca bir kitabı vardır. Yeri gəlmişkən, həmin kitabın da tərcüməsini səhv etməmsə ərəb dili olmalıdır. Ərəb dilindən tərcüməsini həyata keçirdilər. Yəni həm filosofdur, həm şairdir. Məsələn, Nizami həm filosofdur, həm şairdir. Yəni bunlar tam fərqli bir müzakirə predmetidir. Amma fəlsəfəni bilmədən, fəlsəfə tarixinə bələd olmadan, fəlsəfi təfəkkürə malik olmadan, yəni sadəcə hər hansı bir anlayışlar, konseptlər, metaforlar üzərindən bir ədəbiyyat səviyyəsində bir fəlsəfə qurmaq, yəni bu da arzu edilən bir
nəticəyə gətirib çıxara bilməz. Və növbəti danışmaq istədiyim məqam, yəni biz hansı fəlsəfi ənənəni gətirmək istəyirik? Yəni bu kontinental fəlsəfədir, yoxsa analitik fəlsəfədir? Bəziləriniz deyə bilər ki, bizdə məsələn İslam fəlsəfəsini gətirmək lazımdır. Yəni biz tarixən ərəb müsəlman sivilizasiyasının tərkibində daxil olmuşuq. Yəni bizim filosoflarımız, yəni klassik filosoflarımız bu sivilizasiyanın kontekstində, məzmununda meydana çıxmışdırlar. Yəni bir İslam filosofları kimi bəşəriyyətə töhfə vermişdilər, tamamilə düzgündür. Amma müasir dövrdə hətta biz İslam fəlsəfəsini gətirmiş olarıqsa belə, məncə bu klassik anlamda İslam fəlsəfəsi olmalı deyil. Yəni hətta analitik fəlsəfəni də, yəni din fəlsəfəsinə tətbiq etmək mümkündür. Yəni bu xüsusilə xristian dini ilə bağlı olduqca dərin tədqiqatlar həyata keçirilir. Məsələn, analitik din fəlsəfəsi vardır, analitik teologiya vardır. Yəni bu klassik anlamda teologiya ilə analitik fəlsəfənin bir qovuşmasıdır, bir birləşməsidir. Və yaxud klassik anlamda din fəlsəfəsi vardır və bir də analitik din fəlsəfəsi vardır. Yəni olduqca maraqlı tədqiqatlar keçirilir. Məsələn, əgər biz soruşsanız analitik teologiyanın müasir dövrdə mərkəzi haradır? Yəni bu Böyük Britaniya. Məsələn, Oxford Universiteti. Yəni baxmayaraq dünyəvi təhsil verir, yəni dünyəvi elmin qabaqcıl tədris mərkəzlərindən biridir. Sekulyar fəlsəfənin, yəni dini fəlsəfə deyil, sekulyar fəlsəfənin əsas mərkəzlərindən biridir. Amma eyni zamanda analitik teologiyanın da əsas mərkəzlərindən biridir. Yəni biz hətta İslama yanaşmada belə, yəni bir analitik İslam məktəbi yarada bilərik. Analitik İslam fəlsəfəsi məktəbini yarada bilərik. Yeri gəlmişkən, yəni bu analitik xristianlıq, yəni bu analitik teologiya çərçivəsində, yəni daha çox öyrənilmiş bir sahədir. Yəni bu da təbiidir, çünki əsas tədqiqatlar, yəni bu qərb ölkələrində aparıldığına görə və qərb ölkələri də tarixi baxımdan xristianlıq sivilizasiyası ilə daha sıx bağlı olduğuna görə, yəni burada analitik xristianlığın öyrənilməsi daha əsaslı şəkildə həyata keçirilmişdir. Amma analitik İslam ilə də bağlı az da olsa tədqiqatlar var və getdikcə sürətlənir və yaxud analitik Buddizm fəlsəfəsi ilə az saylı tədqiqatlar var və getdikcə daha da genişlənməkdə davam edir. Məsələn, biz hətta desəniz ki, biz İslam fəlsəfəsini burada daha da genişləndirməliyik. Yəni İslam fəlsəfəsi tədqiqatında istiqamətində tədqiqatları genişləndirməliyik. Yəni bu artıq klassik İslam fəlsəfəsi məncə olmalı deyil. Yəni orta əsrlərdəki kimi problemlərin qoyuluşu, onların müzakirəsi prinsipcə effektiv deyil. Yəni bu daha çox analitik İslam fəlsəfəsi olarsa daha məqbuldur. Yəni biz İslam istər dinindən, istər fəlsəfəsindən götürdüyümüz ayrı-ayrı konseptlər, prinsiplər, qanunlar, hətta tekstlərin özləri, müqəddəs tekstlərin özləri, yəni bunları sırf analitik fəlsəfə ruhunda bir lingvistik, bir məntiqi analizdən keçirə bilərik, müasir elm ilə müqayisə edə bilərik, yəni gəlmiş olduğumuz nəticələri həmin çərçivədə qiymətləndirə bilərik. Yəni olduqca maraqlı bir sahədir və məncə qeyd etdiyim kimi, əgər biz hər hansı bir ənənə, traditiondan danışırıqsa, məncə analitik fəlsəfə daha çox lazımdır. Və təbii ki, onun da müxtəlif tətbiq sahələrindən danışa bilərik və bunlardan biri də analitik teologiyadır və konkretləşdirsək, analitik İslam fəlsəfəsindən biz bəhs edə bilərik. Yəni gələcək üçün lazım olan sahələrdir. Və bizim adını qeyd etdiyim dəyirmi masada müzakirə etdiyimiz məsələlərdən biri də, yəni müasir dövrdə yeni bir fəlsəfə yaratmaq mümkündür, yoxsa yox. Bizdə yanlış təsəvvür belədir ki, yeni bir fəlsəfənin yaranması mümkün deyildir. Yəni hətta qərb, belə deyək, universitetlərində, qərb tədris mərkəzlərində belə yeni bir fəlsəfə artıq yaradılmır. Razıyam ki, yəni bütövlükdə yeni bir sistemin yaradılması demək olar ki, mümkün deyil. Yəni ehtimal azdır. Çünki yeni bir fəlsəfi sistemin yaradılması üçün
Onun ayrıca bir epistemologiyası olmalıdır, ayrıca metafizikası olmalıdır. Ola bilsin ayrıca bir məntiq sisteminə yanaşma olmalıdır. Yəni bu olduqca çətin bir sahədir. Amma ayrı-ayrı sahələrdə yeni bir konsepsiyalar ortaya qoyulur. Məsələn, bir nümunə qeyd edim. Klassik epistemologiya bu Platon fəlsəfəsindən gələn bir yanaşmadır. Yəni nəyisə bilmək lazımdırsa, yəni daha doğrusu nəyisə biliriksə, deməli bunun ən azı 3 şərtini qarşılamalıyıq. Birinci, həmin şeyə inanmalıyıq. İkinci, inandığımız şey doğru olmalıdır. Üçüncü isə biz bunu əsaslandırmalıyıq. Yəni Platon interpretasiyasında bilik əsaslandırılmış doğru inandır. İngilis dilində justified true knowledge, true belief, sorry. Okay. Təbii ki, müasir fəlsəfədə bunun özünü də şübhə altına qoyurlar. Yəni Getter problem var, klassik problemdir. Yəni problemin mahiyyəti bundan ibarətdir ki, biz hətta əsaslandırılmış doğru inam əldə etmiş olsaq belə, bu bir çox hallarda bilik olmaya bilər. Yəni bu məsələ klassik fəlsəfə və klassik fəlsəfənin analizi üzərində qurulmuş epistemologiyada hələ də açıq məsələdir. Yəni siz bir çox kitablara baxa bilərsiniz, yəni dərsliklərə, yəni qərb universitetlərində tədris olunan dərsliklərə, yəni orada Getter problemi və buradan yaranan açıq məsələlərin müxtəlif təkliflərin müzakirəsi ilə qarşılaşa bilərsiniz və prinsipcə tədqiqatlar da əsasən bu istiqamətdə yekunlaşırdı. Amma 2010-cu illərdə, yəni qeyd etdiyim Oxford Universitetinin professoru Timothy Williamson, yəni maraqlı bir filosofdur. Bu tamamilə fərqli bir sistem irəli sürdü, yəni epistemologiyada. İngilis dilində belə adlanır, knowledge first epistemology. Yəni birinci olaraq bilikdən çıxış edir. Yəni nə isə bilmək üçün inamdan çıxış etmir, inamın doğru olmasından çıxış etmir, onun əsaslandırılmasından çıxış etmir, elə biliyin özündən çıxış edir. Onun fikrincə, yəni biliyin özü, yəni bizim əslində inamımızın doğru yoxsa yanlış olduğunu təyin edir. Yəni bilik olmasa, yəni nəyəsə inanırıqsa, onun doğru yoxsa yanlış olduğunu biz təyin edə bilmərik. Deməli, ilk öncə bilik olmalıdır ki, biz daha sonra inandığımız bir şeyin məntiqi qiymətləndirməsini həyata keçirə bilərik. Yəni belə bir maraqlı bir yanaşması vardır və bunu necə əsaslandırır digər bir müstəvidə, yəni zehin fəlsəfəsi ilə bağlayır, yəni mental sistem ilə bağlayır. Deyir, əgər biz biliyi bir fenomen kimi götürsək, biz zehni fenomen kimi götürsək, zehnimizdə mövcud olan bir fenomen kimi götürsək, o bölünməz bir şeydir. Yəni tamdır, bütövdür, bölünməzdir. Amma biz biliyi, yəni inam, doğru inam, əsaslandırılmış doğru inam kimi götürmüş olarıqsa, biz sanki öz zehnimizdə, mental sistemimizdə ayrı-ayrı 3 fenomen götürürük və həmin 3 fenomeni birləşdirərək bir bilik fenomenini yaratmaq istəyirik. Və daha sonra izah edir, yəni beyində hansı neurodinamik aktivliklər baş verməlidir, hansı mental bir sistemlər baş verməlidir ki, biz bütövlükdə yalnız bilik fenomenindən danışa bilək, yəni onun inam, doğruluq və əsaslandırma kimi 3 müxtəlif mental fenomenlərə bölməyək, yəni bunu izah etməyə çalışır. İndi mən qeyd etmirəm, yəni klassik anlamda, klassik yanaşma daha məqbuldur, yoxsa Timothy Williamson'ın, yəni knowledge first epistemology, yəni bu daha məqbuldur, yəni bunu müzakirə etmirəm indi, amma hər halda yeni yanaşmadır. Yəni 2010-cu illərdən etibarən epistemologiya sahəsində irəli sürülmüş yeni yanaşmadır və bunun da deyək ki, müxtəlif azsaylı ardıcılları var. Yəni bu konsepsiyanı müdafiə edən və onu genişləndirən filosoflar var. Məsələn, onlardan biri Avstraliya Katolik Universitetində Little Son, səhv etməmsə belə bir soyadlı filosof var. Yəni bu konsepsiyanın Avstraliya fəlsəfi mühitində əsas davamçısıdır. Yəni bunun genişləndirilməsi ilə məşğul olur. Demək istədiyim ondan ibarətdir ki, yəni biz desək, yeni heç bir şey yoxdursa, bu düzgün deyil. Yəni Oxford Universitetində yeni bir yanaşma irəli sürülüb, bunun davamçısı məsələn Avstraliya universitetlərində həyata keçirilir. Yəni baxırsınız ki, yəni qərb,
Yəni bu qərb təbii ki, bu coğrafi anlam kəsb etmir. Məsələn, Avstraliya bu qərb, belə deyək də, bütövlükdə qərb kontinentinin, yəni qərb təhsil məzmununun tərkib hissəsi kimi də çıxış edir. Yəni çünki təhsil baxımından, yəni qərbin ayrılmaz bir tərkib hissəsidir. Qərb təcrübəsinin ayrılmaz bir tərkib hissəsidir. Qeyd etdiyim kimi, yəni baxırsınız ki, yəni Oksfordda yeni bir yanaşma irəli sürülür. Bunun davamçıları müxtəlif deyək ki, aparıcı tədris müəssisələrində davam etdirilir. Yəni bu da yeni bir sistemdir, yeni bir yanaşmadır. Yəni əgər biz Azərbaycanda yəni doğrudan bir dünya, qabaqcıl dünya fəlsəfəsi ilə bir uzlaşma yaratmaq istəyiriksə, yəni biz də təqribən belə bir kontekstlərdə yeni bir yanaşmanı irəli sürməyi bacarmalıyıq. Yəni mən demirəm ki, biz yeni bir fəlsəfi məktəb yaratmalıyıq, çünki bu olduqca bunun ehtimalı aşağıdır. Yəni tamamilə yeni epistemologiya, tamamilə yeni metafizika və yaxud məntiq sistemi, yəni eyni bir məktəbin müxtəlif tərkib hissələri, müxtəlif tərkib yanaşmaları, yəni bunu etmək olduqca çətindir. Yəni hətta Qərbin özündə belə bunu ehtimal ki, həyata keçirmək mümkün deyildir. Yəni açığı yeni məktəblərin yaranması yəni mümkün deyildir və yaxud ehtimal azdır. Amma ayrı-ayrı bir istiqamətlər, yeni interpretasiyalar, yəni yeni bir müzakirələr və debatlara başlanğıc vermək mümkündür və bu istiqamətdə çalışmaq lazımdır. Amma bizdə daha çox maraq sanki bir tərcümə ədebiyyatıdır. Yəni bir fəlsəfə deyəndə, yenilik deyəndə əsas istək, yəni qərbdə çıxarılan, qərbdə nəşr edilən kitabların tərcümə edilməsidir. Yəni sanki bununla bir yenilik etmək istəyirlər. Və müasir dövrdə açıqcası, yəni tərcümə vasitəsilə bir fəlsəfədə yeniliyin edilməsi, yəni bu olduqca bir bəsit yanaşma olar. Çünki artıq tərcüməni süni intellekt həyata keçirir. Yəni bizim artıq ola bilsin ki, gələcəkdə tərcümə etməyimizə ümumiyyətlə ehtiyac qalmayacaq. Yəni istənilən bir məsələn, Azərbaycan dilindən ingilis dilinə çox gözəl tərcümə edir. Sadəcə ingilis dilindən Azərbaycan dilinə tərcümədə ola bilsin, hələ ki istədiyimiz effekti ala bilmirik, amma süni intellektin indiki inkişaf dinamikası baxımından ola bilsin yaxın gələcəkdə artıq tərcüməyə ehtiyac qalmayacaq. Yəni ona görə də tərcümə vasitəsilə yeni bir məsələn fəlsəfə yaratmaq mümkün deyil. Yəni bu yenilik deyil. İkinci halda bizim tərcümələrimiz də, tərcümə etmək təşəbbüslərimiz də adətən orijinaldan həyata keçirilmir. Məsələn biz hər hansı bir kitab yazılıb ingilis dilində, məsələn, Timothy Williamsonun kitabı var, bu ingilis dilində yazılır. Həmin kitab tərcümə edilir rus dilinə və biz də rus dilindən tərcümə edirik Azərbaycan dilində. Yəni bu artıq tərcümə prosesində təbii ki, məzmunun daha çox itməsini gətirib çıxarır. Və yaxud həmin kitab tərcümə edilir türk dilində, ingilis dilindən türk dilinə və biz türk dilindən bir də tərcümə edirik Azərbaycan dilində. Yəni bu da artıq təbii ki, məzmunun itməsidir. Yəni hətta biz keyfiyyətli tərcümə etmək istəyiriksə, yəni bu birbaşa orijinaldan həyata keçirilməlidir. Məsələn, Timothy Williamsonun maraqlı bir kitabı var, Tetralog belə adlanır. Məsələn, bunu mən tərcümə etmişdim ingilis dilindən Azərbaycan dilinə, olduqca bir maraqlı kitabdır. Amma təəssüf ki, hələ nəşr edilmədi. Səhv etmirəmsə, tərcüməni mən sifarişlə etmişdim, bir nəşriyyatın sifarişindən və tərcüməni 2019-cu ildə tamamlamışdım. Yəni hardasa 7 il bundan qabaq. Amma hələ ki tərcümə edilməyib, amma bu nəşr edilərsə, yəni bizim dilimizdə fəlsəfi dialoqlar, yəni Platonun fəlsəfi dialoqları stilində, səpkisində bir maraqlı qismən akademik fəlsəfə, qismən də bir bədii əsər tipində maraqlı bir kitab ola bilərdi. Yeri gəlmişkən, baxın belə bir, amma tərcümə bu fəlsəfədə yenilik deyil. Yəni yenilik üçün yeni bir müzakirə, yeni bir debata başlanğıc vermək lazımdır. Yeri gəlmişkən, məsələn, Qərb universitetlərində əgər siz Hind fəlsəfəsi ilə məşğul olmaq istəyirsinizsə, mütləq siz klassik Hind fəlsəfəsinin yazılmış olduğu dillərdən birini öyrənməlisiniz. Yəni ya sanskrit dili, ya pali dili. Yəni bunları bilmədən Hind fəlsəfəsi ilə məşğul olmaq mümkün deyil. Daha doğrusu Hind fəlsəfəsində yenilik etmək mümkün deyil.
Yəni əgər əvvəl yazılmış kitablar vardırsa, ingilis dilində, bilmirəm, alman dilində və yaxud digər dillərdə, yəni siz sadəcə bunları tərcümə edib, yəni onların da müəyyən bir interpretasiyalar edərək, yəni Hind fəlsəfəsində yenilik eləyə bilməlisiniz. Təbii ki, siz klassik dili bilməlisiniz, yəni Hind fəlsəfəsinin klassiklərini orijinaldan oxumalısınız, bu zaman nəsə etmək mümkündür. Ya da ərəb dilini bilmədən, yəni klassik İslam fəlsəfəsi ilə məşğul olmaq mümkün deyil. Çox güman ki, və yaxud latın dilini bilmədən, latın dilində yazılmış olan, deyək ki, müəyyən dövrlərə aid fəlsəfə istiqamətində yeniliklər etmək mümkün deyil və s. Yəni başqa sözlə dil vacibdir. Əgər yenilik etmək istəyiriksə bu tərcümə olmalı deyil, bu birbaşa olaraq orijinaldan oxuma vərdişinin inkişaf etdirilməsi ilə də bağlı olmalıdır. Beləliklə, bugündən müzakirə etmək istədiklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm. Suallarınız olarsa ünvanlaya bilərsiniz. Hələlik.